İnsan özünə uyğun hədəf tapsa, bütün istedadları işə düşür insanın. Təlaşı çoxalır. İnsan mizana çatır. Mizan. Mizan bilirsiniz nədir? Diləri qiyamət günü mizan olacaq. Kartoşka, üzr istəyirəm, tərəzisi deyil ki, soğan tərəzisi deyil. Bura əməl qoyulurlar, bura nə? Yox. Mizan bilirsiniz nədir? Mizan sərmayə ilə qazancın hesablanmasıdır. Mizan budur. Sərmayə nə qədərdir, qazanc nə qədər? Ticarətdə, saadətdə belə deyil. Sərmayəyə uyğun qazanc müəyyən olunur. Bir adam ancaq əldə elədiyini hesablasa bilməz ki, ziyan eləyib ya xeyr. Məsələn, əlində pulla gəlir, deyib, bunu ziyan eləmişəm. Uşaq başa düşür, deyib, pul qazanmışsan axı. Demir ki, sərmayəmin müqabilində bu itkidir. Mən sərmayəmin müqabilində gəlib bu qədər qazanım ki, qazanc hesabı olunsun. İnsan, səhvimiz bizim bundadır ki, həmişə. Niyə biz məğrur oluruq? Özümüzdən razı oluruq. Ona görə ki, əldə etdiyimizə baxırıq, sərmayəmizə yox. Sərmayə müqabilində əldə etdiyimizlə müqayisə eləsək, indi sevindiyimizə görə kədərlənərik. Nə əldə edə bilərdim, nə etdim, bu müqayisədə insanın kimliyi bilinir. Ancaq savabları bu sayı, deyəcək, sonra məndən yaxşı adam yoxdur. Amma hesablasan ki, mən nələri edə bilərdim, hara çata bilərdim, çatdığın nöqtəyə baxanda görürsən ki, sevindiyin əslində sənin zəif yerindir. Sən buna qəmlənməlisən. Müsibət, yasa batmaq əvəzinə sən toy edirsən, şadlanırsan. Çatdığın nöqtə sənin ziyan nöqtündür. Sərmayəyə baxanda bilinir. Sərmayə nədir? İnsanın daxilində kimliyidir. Adam təkcə qazandığına yox, nəyi itirib bunu qazandım? Nə sərf elədim bunu qazandım? Onu hesablasa bilər. Bir kitabda oxuyurdum, bir tacir deyir, əntik əşyalar satırmış, qədim əşyalar. Sonra deyir, işini dəyişməli olur. Orada da bahalı olur da. Deyir, bir iki dənəsini saxlayıb, çox bahalı bir qab, bir dənə də, bilmirəm, kasa. Bir qab, bir kasa saxlayır ki, dar günümdə çox bahalı olur da, qədim əşyadır, qədim. Çox bahalı olur ki, dar günümdə deyir, bundan istifadə eləyərəm. Bir gün səfərə gedir, anası, qoca anası qalır evində. Qabaqlar da belə adamlar var, gəl bu köhnə əşyaları alardılar. Deyir, bir kişi gəlir, cəmaatdan alırdı, evdə köhnə samavardan nədən var. Bu arvada da yaxınlaşır, deyir ki, köhnə kuruş nəsə bir şey evdə var. Deyir ki, yox, bizdə hər şey təzədir. Deyir, bir bax da. Deyir, hə, gedir padvala zirzəmiyə baxanda, görür orada bir köhnə bir qab var, bir dənə də kasa. Deyir, bu qalıb, yazıq oğlum, ehtiyacılar falan var, aparım bunu verim bu kişiyə, görüm təzə bir şey versin. Kişiyə gətirəndə kişi deyir, baxır, deyir, mütəxəssis dağı bilir. Amma özünə ona qoymur, deyir, daha ürəyimi sındırmıram, götürürəm bunu səndən. Götürür, əvəzində bir iki dənə təzə qablardan verir ona. Arvad deyir, sevincə qayıdır, bunu Ustad Səfainin kitabında yazır, bir mövzu ilə bağlı yazır. Elə bu mövzuya da tədbiq eləmək olur. Deyir, gəlir, oğlu səfərdən qayıdır, arvad sevinə-sevinə gəlir, deyir ki, bu köhnə arvadlar başqaydı, evin dirəyidir, indikilərlə ancaq ərlərindən nəsə qazanmaq istəyir falan. Deyir, nəsə sözlü adam, sənin nə demək istəyirsən, deyir, görüm nədir? Deyir, görsən o köhnə, yox, deyir, gör, nə yaxşı təzə qablar almışam sənin üçün. Baxır, deyir, hə, lap yaxşı, çox yaxşı. Deyir, bilirsən nəyin qarşılığında? Deyir, qalmışdı o zirzəmdə köhnə şeylər. Onları verdim, deyir, bunu aldım. Deyir, arvad sevincək, mənim az qaldı ürəyim yansın. Ki, mən dar günümə çox bahalı bir şeydi, saxlamışdım. Zahiri köhnə idi. Bilirsiniz, nəyi verdiyini başa düşmür deyə insan qazandığına sevinir, şad olur. Bizim sevincimiz belədir. Biz nəyi itirib, nələr verib, nə qazanmışıq. Məsələn, 70 yaşı var, sayır qazandıqlarını sevinclidir, əladır. Şükür mənasında demirəm, maddi şeylərə şükür. Yox, bir həyatın nəticəsi bu oldu. Bir həyatın nəticəsi bilsən nə ola bilərdi? Allah deyir ki, özüm kimi sən edə bilərəm. Özüm kimi. Yəni, sən elə qüdrət verərəm ki, sən ol desən olar, sənin sözün yerə düşməz. Hara gedib çıxardı bilmir, hesablamır, sərmayəsini bilmir. Oturub oyuncağa sevinir. Bizim vəziyyətimiz belədir. Belə bir haldayıq. İnsan xeyrini, ziyanını ancaq özünü tanıyandan sonra biləmir. Bir nəfər küçədə qeyri-adi işlər görür. Həzrət Sadiq əleyhissalam keçir, görür ki, cəmaat yığışıb bunun başına. Nə xəbərday bala? Heç də bu qeybdən xəbər verir.
Deyir, hə, nə xəbər məsələn, deyir filan filan. İmam Sadiq əleyhissalam deyir, işarə edir əlində yumurta olur. Bağlayıb da əlini. Deyir, əlimdəki nədir? Baxmadan deyir, yumurta. Deyir, yumurta olmağı təəccüblü deyil, o deyir. Bu yumurta filan yerdir, bir an içində sənin əlində oldu, necə o mənə təəccüblü gəlir. Bu müsəlman deyil, başqa dindədir. İmam Sadiq əleyhissalam deyir ki, sən buna necə gəlib çatmısan? Deyir, heç nə, özümə müxalif olmaqla. Nəfsimin istədiyinin əksini eləmişəm, bunu əldə eləmişəm. Dinsizdir, nəfslə müxalifətin təbii nəticəsidir ki, bu qüdrət məndə var. İmam Sadiq əleyhissalam deyir ki, müsəlman olmaq istəyirsən, deyir, yox. Deyir, burada da nəfsin əleyhinə get, ol müsəlman. Prinsipim bu deyil həyatda, istəmirsən, ol müsəlman. Deyir, oldun. Necə olum? Əşhədu ən la ilahe illallah falan. Səhər gəlir ki, ağa, mən daha heç nə görmürəm. Nə yumurta görürəm, nə heç nə. Getdi hamısı. İmam Sadiq əleyhissalam baxır, deyir ki, əldə elədiyin itirdiyindən daha üstündür. Sən İslam əldə eləmirsən. Elə bir yerə çatır insan ki, kəramət də kiçik bir şeydir. Kəramət də balaca bir şeydir. Bu insanın sərmayəsini bildiyi halda, insanın özünə qiymət verdiyi halda gedib çata biləcəyi hədəflərdir. Təqva var, bəzi adamlar var, biz onları başa düşmürük. Fikir vermişsiniz, ehtiyatlı adamlar var. Elə şeylərə fikir verirlər ki, özləri ilə bağlı. Biz deyirik, da bu xırdaçılıq eləyir. Niyə görə? Biz özünü tanıyıb, o qədər özünə dəyər verir ki, o qiymətli bir əşya olar, deyərsən bir dənə toz qonmasın, cızılmasın. Qiymətini bilir də, uşağa ver o qaşı, atsın o yan bayana. Amma zərgər bilir ki, bu çox qiymətli qaşdaşdır, bunun üstünə gərək toz da qonmasın, onu cıza bilər. Onu necə qoruyur məsələn? Öz qədrini bilənlər elə ehtiyatla davranır, bizə deyir, bu laf qəlizlik eləyir. Qəlizlik eləyir, sənlə bir şey yoxdur onun. Sənə özünü eləyir, öz üçün ehtiyat saxlayır. Çünki öz qədrini bilir, bilib kimdir, nə qədər qiymətlidir. Oxuyuram o gün deyir, quyu suyu haqqında fətva verib, müctəhiddir. Ki, quyu suyu iyi, dadı, rəngi dəyişməsə nəcis olmaz. Fətvanı yazıb, birdən baxıb həyətində quyu var. Oturub fikirləşib ki, bu quyu ki məndə var, dolay yolla mənim psixoloji məndə belə bir təsir ola bilər ki, mən fətvama təsir eləsin ki, özüm işimi rahatlaşdırım. Deyir, təzdən deyir ki, quyunu doldurun torpaqla, bağlayın, təzdən gedir, təhqiq eləyir, fətva çıxardır. Biz deyirik, bekar adam da oturur. Amma nədir bunu buna vadar eləyən? Özünə o qədər dəyər verir ki, xırdaçılıq eləyir özü ilə bağlı. Və ondan zövq alır. Amma bunu da yadda saxlayın, özünə tələbkar olan başqalarına çox dözümlü olur. Hava bu mühüm məsələ. O ki, gördün, onun bunun gözünü çıxardır, o bir şey özünü buraxıb o adam. Özünü buraxıb, özü ilə məşğul deyil. Amma o adam ki, görürsən, özü böyüdür, özünə qarşı tələbkardır, həmişə onların birinci xüsusiyyəti budur ki, cəmaata çox güzəşt eləyir. Hiç sıxma boğmaya salmayın adamları. Aram buraxın. Bu vacib məsələdir. İnsan öz ruhunun qədrini biləndə başlayır belə diqqətli olmağa. Gecə yarı deyir, qapımızı döydü, böyük alimdir, müstəhiddir. O vaxtda telefon yox idi, zəng eləyəsən. Gəlib qapısını döyüb, deyir, açdım, tələbə deyir, mənim ustadım böyük mərzəyə təqlid. Gecə ilə gəlib evimizin qapısını döyür. Soruşdum ki, nədir məsələ? Dedi ki, məsələ demişdim sizə, səhv demişəm. Dedim, səhər açılardı, dərsə gələrdi, deyərdim. Deyir, sən səhər açılacağına ümid varsan, mən Əzraildən sıxrafqam yoxdur ki, mən sağ qalacam ya yox. Birdən indi ölsəm necə olar? Nə üzlə gedim? Hamısı insanın özünə verdiyi dəyərin nəticəsidir ki, özünə qarşı diqqətli və həssas davranır. İnsan öz dəyərini bilsə, bilirsiniz, bir dənə sizə söz deyim, diqqətdən söz düşmüşkən, 5 dəqiqə mənə möhlət verin. Namazda Qovsər surəsini oxuyacağım sizin üçün ki. Cümə namazda. İnsan öz hərəkətlərinə, özünə qarşı diqqətli olmasak da, bunu təcrübədən keçirdin. Adi gördüyün bir hərəkət var, sükut var, özündə təftiş eləyəndə diqqətli olsun, görərsin, altından 1000 dənə xəstəlik çıxır. Altından 1000 dənə, hər bir gülüşüyü təhlil eləyəndə biz nələr çıxır. Hər bir sükutu, deyir ki, gedirdim yolla,
Deyir, gördüm ki, 2 dənə qadın yolla gedir. Biri yaşlıdır, biri cavandır. Yaşlı biraz arxaya qalıb, cavanın yanında balaca uşaq var. Uşaq deyir, ağlayır, özünü öldürür. Bu cavan uşağı götürmür. Sakitləşdirmir. Çönür anasına deyir, ay ana gəl götür uşağı o da bəşdən. Deyir, mən baxdım, güldüm buna. Deyirlər, nəyə gülürsən? Deyir, dedim ki, aktyorluğuna gülürəm bunun. Bu ki, cavan qızdır, görür cavan oğlanlar var əhatədə. Bu onlara çatdırması ki, mən subayam. Mən subayam, qışqıra-qışqıra oradan, gəl uşağı götür. Sonra deyir, baxdım, deyir, bu hoqqabazlıqdan, bu aktyorluqdan neçəsini gündə eləyirik biz. Neçəsini. O qədər insan özünə diqqət eləsə görər ki, bir dənə şeyi çatdırmaq üçün fırlanır, gedir oradan, buradan aktyorluq eləyir ki, nəsə özündə olan bir fəzilətə temanı gətirsin, məclisi özünə yönəltsin. Belə hoqqalardan deyir, çox çıxardırıq. İnsan bilirsiniz, özünə dəyər verən adamlardan Allahın xoşu gəlir. Bir həddəcən ver. Amma özünü itirmə. Bunu da danışım, sözümü tamamlayayım. Deyir, Kaşandan Mahardanmı ziyarət karvanıdır gedir Kərbəlaya. Quldurlar da hücum eləyir, karvanı qarət eləyir. Karvanı qarət eləyirlər, malları alırlar. Bu deyir, mən tez malımı götürdüm, qaçdım, təpəni açdım deyə gördüm bir çadır var orada. Getdim, girdim çadırın içinə, qoydum ki, bunlar əmanət qalsın burada. Yaşlı bir kişi dedi, qalsın. Əmanət qalsın, oturmuşam deyir, biri görün bu quldurlar, oğrular, hərəsi əlində mal, gəlirlər bu çadıra. Sən demə bu çadırda bu quldurların başçısıymış. Oturub, mən deyir, lab yuvalarına gəlib girmişim. Deyir, cəhənnəm olsun dedim, mal zat, mən canımı qutarım buradan. Elə malım orada qalmışdı, çıxırdım, gedəm, biri görüm, yaxşı ağsaqqal kişi məni çağırır. Söndüm, deyir, hara gedirsən, deyir, çıxıb gedirəm. Dedi, bəs əmanətlərim var axı. Deyir, gəldim, mallarımı götürəndə, baxdım, soruşdum ki, əmanətdən danışırsan, oğruların başçısı sən deyilsən, dedi, hə. Bu qədər malı oğurlamızırsa, bəs əmanət nədir? Deyir ki, biz oğru da olsaq bir məramımız var. Ki, bizə əmanət tapşırılan bir şeyə xəyanət eləmək özümüzə yaraşdırmırıq. Özümüzə yaraşdırmırıq. Sözüm bundadır ki, nə isə adam həyatda heç olmasa özünə yaraşdırmasa, özünə yaraşdırmamaq nədir? Yəni, mənim nə qədərsə qiymətim var, nə qədərsə dəyərim var. Oğru da olsun, nə cür şey deyiləsin, bir qədər o körpüdən saxla, özündən bir şəxsiyyətindən bir hissəsinə dəyər ver. Hər körpüləri yandırma, bütün qırmızı xətləri keçmə. Allah belə adamlarla xüsusi rəhməti ilə davranır. Yəni, kim nə yerə gedib çatıbsa, özünü tanıyıb çatıb, özünə qiymət verib, az da olsa öz-özə qiymət verir. Yəni, bütün prinsipləri taftalamayaq həyatda, bütün qırmızı xətləri keçməyə. Çünki bu bizim insanlığımıza amansız zərbə vurur. Bu qədər sözüm, inşallah Allah ömür versə gələn həftə bu bəhsləri davam edərik.